Salamlar herkese. Bugün sizlərlə bərabər diskret riyaziyyatın deməli mövzularından biri olan MKNF, MDNF haqqında danışacağam. MKNF və MDNF haqqında danışacağam. Bunlar nə deməkdir? Birinci o haqqda danışaq. MKNF ona deyilir ki, mükəmməl konjunktiv norma forma. MKNF əlbəttə ki, bunların arxasında F-lər də var və MDNF isə mükəmməl düzünüktiv norma və forma adlanır. Bunlar əsasən diskret riyaziyyatın bul cəbri funksiyalarında keçirilir. Biraz sadə mövzulardır və biz bugündən sonra başlayacağıq. Bu bizim ilk videomuz olsun, hər hansı bir ali riyaziyyat mövzusuna aid. Bundan sonra ikinci mövzumuz isə olacaq, deməli, fiktiv dəyişənlər haqqında olacaq və hansı ki ikili düz sorular, ikili funksiyalar olacaq ikinci mövzumuz. Birinci mövzumuz MKNF, MDNF olacaq. Deməli, MKNF-ə gəldikdə birinci MDNF-dən başlayaq. MDNF. Çox sizi yormayacağım. MDNF qısaca bir nə işlədiyinə baxaq. Burada elə bil ki, biz yazdığımız bütün funksiyalar x-nəcən hər hansısa bir deməli OR operatoru ilə birləşdirilir. Sonra burada yenə x1, x2, nə bilim x1-in belə gedir də, yəni burada fərqli cür ola bilər. Yəni burada ancaq bu içərilərdə AND, çöldə isə ümumi isə OR operatorundan istifadə olunur. Mükəmməl düzünüktiv norma formada. Burada misal olaraq gəlin belə bir misala baxaq. fxy verilsin bizə, fxy verilsin. Deməli x-dan x-in 1-in inkarı and y olsun. Deyir ki, bunun mükəmməl düzünüktiv norma formasını düzəldin. Biz deməli birinci bunun doğruluq cədvəlini qurmalıyıq. X-in inkarı yazı da bilərsiniz. Mən belə yazıram, amma bəziləri belə anlamır. Bəziləri deyir ki, biz elə bütün funksiyaları qeyd edək, sonra x-in inkarına yazaq. Bu da olar, fərqi yoxdur. Sonra burada bu içəridə gördüyüm bu funksiyanı qeyd eləməliyəm. X-in inkarı and or y. Sonra ümumi fxy-mi yazmalıyım. Yəni implikasiya da daxil. Qeyd elədim. Neçə dənə çəkməliyim? Əlbəttə ki, 4 dənə. Çünki 2 dənə funksiyadan söhbət gedir. Deməli 0, 0, 1, 1, 0, 1, 0, 1. İndi x-ların inkarlar, yəni sıfırlar, birlər, birlərsə 0 olacaq. 1, 1, 0, 0. Və bu inkarla y-i topla. OR toplama əməliyyatıdır. Yəni bununla bunu topla. 0-ın üstünə 1 gəl. 1, 1-in üstünə 1 gəl. 1, 0-ın üstünə 0 gəl. 0, 1-in üstünə 0 gəl. 1. Sonra neynə? Sonra aldığın həmin bax bu x-la, bax bununla. Gəlin ona 2 dənə quş qoyum. Həmin bunun cavabının implikasiyasını al. Bilirəm ki, implikasiya yalnız 1-də 0-da 0 alır, qalan bütün hallarda 1-dir. Deməli 0-la 1-də 1-dir, 0-la 1-də 1-dir, 1-lə 0-da 0-dır, 1-lə 1-də 1-dir. Deməli bizə verilmiş ifadənin doğruluq cədvəli bu şəkildə olacaq. MDNF-ə baxdığımız zaman deməli nəyə baxırdıq? Funksiyanın bir aldığı qiymətlərə. Yəni funksiyanın harda bir alıb? Burada, burada və burada. Deməli onda belə yaza bilərik. Həmin bu burada bir alfa, onu da gəlin, onu da izah edək. Deməli hər hansısa bir ifadənin üstündə alfa o deməkdir ki, əgər x-in inkarı, əgər x-dırsa alfa bərabər 1 halında alır. Əgər x-in inkarıdırsa alfa bərabər 0 halında alır. Məsələn, x-in üstündə 0 x-in inkarıdır. Və ya x-in üstündə 1 x-a bərabərdir. Və yaxud da ki, x-in üstündə 0-ın inkarı. Nədir 0-ın inkarı? 1-dir. X üstü 1-də x-da. Və ya x üstü 1-in inkarı x üstü 0-dır. O da x-in inkarına bərabərdir. Bu anlayışları bilməyimiz önəmlidir. İndi baxaq buna. Burada MDNF-ə aid qursaq deməli funksiyanın bir qiymətini yazacağım və funksiyanın bir qiymətini hansı qiymətdə alıb? 0 və 0. Bax, bunu belə ayıram görəsiniz. Deməli x0, y0.
Deməli, x üstü 0, y üstü 0. Or, başqa da alıb x üstü 0, y üstü 1-də. Or, başqa da alıb x üstü 1, y üstü 1-də. İndi bunu da sadələşdirək. Dediyim kimi, sıfırlar x-in inkarlardır, yəni verilmiş dəyişən inkarları, birlər isə elə dəyişənə bərabərdir. X, y. Bu da olur bizim üçün MDNF. MDNF adlanır. Bunun MKNF-i isə MKNF-də isə məsələn, burada bir dənə sıfır olduğuna görə verilmiş funksiyanın qüvvətini yazıram. Bax, x üstü 1. Amma onun inkarını qeyd edirəm. Və aralara da AND OR operatoru qoyuram. Olacaq y üstü 0-ın inkarı OR z. Burada x-in inkarına baxmaya ehtiyac yoxdur. Burada 2 dənə dəyişən olduğuna görə elə belə yazsam bəsdir. Bu da x üstü 0 OR y üstü 1. Bu da x-in inkarı OR y-ı bizə verəcəkdir. MKNF. Bu olsun bizim birinci sualımız. Birinci sual. İndi isə baxaq ikinci suala. F, x, y, z bizə verilib x and y ekvivalensiya z-in inkarı deməli nə verilib burada? İmplikasiya y-ın inkarı. Mötərizəni bağlamamız istifadə edilir. Burada 2 dənə mötərizə var. Buradakı mötərizə verilməyib. Misal belədir. Bizə deyir ki, bunun doğruluq cədvəlini quraraq MKNF və MDNF-lərini tapın. Birinci gəlin biz bunun doğruluq cədvəlini quraq. Burada 3 dənə dəyişən olduğuna görə x, y, z yazacağım. Z. Gəlin biz bunu, birinci bunları quraq. Deməli, burada ilk öncə hansı funksiyaları görürəm? Birinci inkardan başlayırıq da biz təbii ki. İnkar olaraq bir y-ın inkarını görürəm. Başqa nəyin inkarını görürəm? Z-in inkarını görürəm. Başqa nə görürəm? İnkarlar qutardı. Sonra AND və ya OR-a keçirəm. Burada bir AND görürəm. X, Y, AND. Başqa OR olmadığına görə keçirəm. Sonra baxın, burada belə bir hissə görürəm. Baxın, gəlin bunu. Baxın bu hissə. Buna bir F deyirəm. Ya da F deməyim, J deyirəm. J olsun ora. J. Və ümumi hamısına da F, X, Y, Z deyirəm. Çünki geriyə heç nə qalmayıb. İmplikasiyanı alacağım. Buna bərabər edəcəm. F, X, Y, Z. Bunu hesablayıram. Deməli, burada 8 dənə çəkməliyəm. Çünki 2 üstü 3-dən 8 eləyir. 3 dənə dəyişən olduğuna görə 8 dənə xana çəkməliyəm. Deməli, çəkirəm. 1, 2, 3, 4, 5, 5, 6, 7 və 8. Mən istəyirəm funksiya da görünsün. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli. Bunu endirək. Son olaraq da bunu qeyd edəcəyik. İndi isə gəlin doğruluq cədvəlimizi quraq. Deməli, quranda 0, 0, 0, 0, 1, 1, 1 şəklində quruq da. 0, 0, 1, 1, 0, 0, 1, 1. 0, 1, 0, 1, 0, 1. 0, 1. İndi y-ın inkarları nədir? Olacaq 1, 1, 0, 0, 1, 1, 0, 0. Z-in inkarları budur. Yəni, bunlar sıfırlar 1-lər olacaq. 1-lər isə 0 olacaq. 0, 1, 0, 1, 0. İndi AND operatoru vurmadır. X, Y-a vur. 0, 0-a vuranda 0. 0, 0-a vuranda 0. 0, 1-ə vuranda 0. 0, 1-ə vuranda 0. 1-i 0-a 0. 1-i 0-a vuranda 0. 1-i 1-ə vuranda 1. 1-i 1-ə vuranda 1. G operatoru isə deməli verilmiş bu funksiya ilə həmin bu z-in inkarının ekvivalensiyasını istəyir. Yəni bu iki funksiyanın ekvivalensiyası. Biz də bilirik ki, ekvivalensiyada nə zaman bir alınırdı? Verilmiş hər iki funksiya, yəni məsələn
A ilə B-nin cavabı o zaman eyni olurdu ki, bu hər ikisi 1-1 olanda və ya 0-0 olanda cavab 1 alınır. Əgər tərsi olduqda isə, yəni 0-1, 1-0 olduqda cavab 0 alınır. İndi baxaq, 1-0-ın cavabı 0 alınacaq, 0-0, 1 alınacaq, 0, 1, 0, 1, 1 və 0 alınacaq. Çünki eyni olanlarda 1, fərqli olanda isə 0 alınır. Funksiya olaraq da nə etməliyik? Aldığımız bu G funksiyası ilə Y-in imkanı implikasiyasını almalıyam. Yəni bunun implikasiyası, məsələn 0-dan 1-ə. Biz bilirik ki, implikasiya yalnız 1-dən 0-a 0 alır da. İndi 0-dan 1-ə, baxın G-dən Y-in inkarına. G-dən Y-in inkarına. Baxın, G-dən Y-in inkarına doğru almalıyam. 0-dan 1-ə 1-dir. 1-dən 1-ə 1-dir. 0-dan 0-a 1-dir. 1-dən 0-a 0-dır. 0-dan 1-ə 1-dir. 1-dən 1-ə 1-dir. 1-dən 0-a 0-dır. 0-dan 0-a 1-dir. Deməli, bu olur bizim doğruluq cədvəlimiz. Doğruluq cədvəlini qurandan sonra gəlib biz burada MDNF ilə MKNF-i qura bilərik. MDNF. MDNF nə idi? Funksiyanın 1-ə bərabər olduğu hissələr. Yəni, baxın bunlar. Bu hissə. Deməli, necə yazırdım? Yazırdım x-in üstündə 0. Burada əlbəttə ki, vurma var. Y üstündə 0, z-in üstündə 0. Və bunlar arasında bir dənə OR operatoru qoyurdum. Sonra keçirdim bu birisi bir alana. X üstü 0, Y üstü 0, Z üstü 1. OR. Sonra baxıram buna. X üstü 0, Y üstü 1. Gəlin onu buradan yazım. X üstü 0, Y üstü 1, Z üstü 0. Z üstü 0. OR. Deməli, başqa da bir alıb. Baxın, burada, bir burada. Deməli, X üstü 1, Y üstü 0, Z üstü 0. Sonra burada bir alıb. Deməli, X üstü 1, Y üstü 0, Z üstü 1. Bir də aşağıda alıb. X üstü 1, Y üstü 1, Z üstü 1. Aha. İndi gəlin bunu hesablayaq. Dediyim kimi, sıfırla olanda onların inkarı olur. Amma 1 olanda funksiyanın özü olur. 0, 0, Z. X'in inkarı, Y, Z'in inkarı. X, Y'ın inkarı, Z'in inkarı. Sonra X, Y'ın inkarı, Z. Son olarak X, Y, Z olarak yazacağıq. Bu da bizim olacaq MDNF, yəni mükəmməl düzlikli norma forma. MKNF-i qurduqda isə funksiyanın 0 olan hissələrinə baxırıq. Funksiya harada 0 alıb? Funksiya 0 alıb 2 qiymətdə. Bir burada, plus qoyacağım o 0 alan hissələrə. Bir də burada. Deməli, necə yazırdım? Bax, x1, x-in üstündə 0-ın inkarı, OR, Y-ın üstündə 1-in inkarı, OR, Z üstü 1-in inkarı. Bax, bu olur birinci hissə. Bunlar arasında nə var idi? Konjunksiya, yəni vurma işarəsi. Vurmanı biz belə də yaza bilərik də, göstərməsəydi olar. Bu hissə, deməli, x üstündə 1-in inkarı, OR, Y üstü 0-ın, yox, Y üstü 1-in inkarı. OR, Z üstü 0-ın inkarı. Birinci, gəlin bu əməliyyatdan inkarını alaq. 0-ın inkarı 1-dir. 1-in inkarı 0-dır. 1-in inkarı 0-dır. Vurulsun. Deməli, x üstü 1-in inkarı 0-dır. 0-dır. Və 1-dir. Bunu da belə yazmaq olar da. X, Y-ın inkarı, Z-in inkarı, X-in inkarı, Y-ın inkarı və Z. Bu da bizim olacaq verilmiş funksiya üçün MKNF. Gəlin başqa bir misal nümunəsinə baxaq. Verilsin fx, y, z ya da olsun belə. Yəni orada fərqi olmayacaq da fx, y ya da x1, x2 biraz da fərqli verək də. Fx1, x2 və x3 verək. Biraz maraqlı olsun. x1 pirsoxu, x2-nin inkarı, burada implikasiya
x1 or x3-ün inkarı və mötərizəni bağlı. Gəlin bu haqda da yazaq və deməli dərsimizi yekunlaşdıraq. Deməli burada birinci yenə biz doğruluq cədvəlini qurmalıyıq. Deməli x1, x2 və x3. Sonra inkar funksiyalarına keçməliyəm. Birinci x2-nin inkarını yazmalıyam. Sonra x3-ün inkarını yazmalıyam. Sonra AND və ya OR operatoruna keçməliyəm. Burada OR operatoru görürəm, onu yazıram. x1 OR x3-ün inkarı. Sonra nə görürəm? Baxın, sonra mən bu hissəni görürəm də. Bir dəqiqə. Baxın, bax bu hissəni. Bu hissəni, bu mötərizəni. Bu mötərizənin cavabına bir G mötərizəsi deyirəm. Onu buraya yazıram. Və son olaraq da f x1 x2, yəni oranı f yazmaq kifayət eləyəcək. İndi isə gəlin həll eləyək misalımızı. Deməli çəkək yenə 8 dənə, çünki 3 dənə dəyişəndir. 2 üstü 3 8 eləyir. Deməli 5 bunları birləşdirək. Əlbəttə ki, bu uzanacağım yenə. Çünki 6 dənə elədi də. 7, 8. Üstün. Və 8 dənə oldu. Biz bunları birləşdirək. Üstün. Gəlin cədvəlimizi quraq. Əsas o doğruluq cədvəlini qurub, belə qurmaqdır. Əsas o doğruluq cədvəlini qurmaqdır. Aha. Gəlin yaşına yazaq dirəkini. Deməli 0, 0, 0, 0, 1, 1, 1, 1. 0, 0, 1, 1, 0, 0, 1, 1. Aha. 0, 1, 0, 1, 0, 1, 0, 1. İndi isə x2-nin inkarları 1, 1, 0, 0, 1, 1, 0, 0. X3-ün inkarları 1, 0, yəni buranda 1, 0, 1, 0, 1, 0. İndi nə etməliyəm? Toplamalıyam. Baxın, bununla, bu cədvəllə. Bunu nə etməliyəm? Toplamalıyam. Çünki OR əməliyyatı toplamadır. 0-ın üstünə 1 gələndə 1, 0-ın üstünə 0, 0, 0-ın üstünə 1 gələndə 1, 0-ın üstünə 0 gələndə 0, 1-in üstünə 1 gələndə 1, 1-in üstünə 0 gələndə 1, 1-in üstünə 1 gələndə 1, 1-in üstünə 0 gələndə 1. İndi G funksiyasına görə x2-nin inkarından implikasiya eləməliyəm bura. Baxın, buradan bura x2 implikasiya bu. Bu hissə. İndi gəlin eləyək. Görək nə alırıq. Yazaq elə bundan da. Nə yazaq bundan. Hə. Bax, x2-dən bunun implikasiyası 1-dən 1-ə 1-dir. 1-dən 0-a 0-dır. 0-dan 1-ə 1-dir. 0-dan 0-a 1-dir. 1-dən 1-ə 1-dir. 1-dən 1-ə 1-dir. 0-dan 1-ə 1-dir. 0-dan 1-ə 1-dir. Aha. İndi isə dolduraq buranı. F nədir? Həmin bu x1 ilə aldığım bu G funksiyasının pir soxunda. Bizə bilir ki, pir soxunda deməli, onun biz cədvəlini qursaq 1, 0, 0, 1, 0, 0, 1, 1. Deməli, bunun pir soxu, məsələn də bura olsun A və B. A ilə B-nin pir soxunu biz belə qeyd edə bilərik. Yalnız və yalnız deməli 0 və 0-da deməli bunlarda 0 alır. Bunlarda isə bir dənə 1 alır. Yalnız bu halda biz bunu qururuq da. İndi isə baxaq, baxın deməli gəlin onu nə ilə göstərim sizə? Göstərim bu rənglə. Bax x1-dən bax bundan pir soxunu alacağım bu G funksiyasını. 0-la 1-in pir soxu 0-dır. 0-la 0-inki 1-dir. 0-la 1-inki 0-dır. 0-la 1-inki 0-dır. 1-la 1-inki 0-dır. 0-dır. 0-dır.
0-dır. Bu dəfə 0 çıxdı, bir dənə 1 çıxdı. Hə. Deməli bunun MDNF-i bir dənə olacaq. Çünki funksiya bir dənə qiymət alır. Və gəlin MDNF-ni quraq biz bu funksiyanın. MDNF-də. MDNF necə olacaq? Bax bir dənə budur. Yazacağım x1 üstündə 0, x2 üstündə 0, x3 üstündə 1. Bu da x1-in inkarı, x2-nin inkarı x3-ə bərabərdir. Bu olacaq verilmiş. Deməli, bunun MDNF-i. Verilmiş bu funksiyanın MDNF-i. İndi MKNF-nə baxaq. MKNF-i biraz çox olacaq. 7-dən olacaq da. MKNF. Aha. Deməli, mötərizə açaq, başlayaq. Birinci buradan başlayaq. Deməli, x1 üstü 0-ın inkarı or x2 üstü 0-ın inkarı or x3 üstü 0-ın inkarı. Mötərizəni bağla, vurulsun. İndi ikinci 0 harda alır? Burada. Deməli, x1 üstü 0-ın inkarı or x2 üstü 1-in inkarı or x3 üstü 0-ın inkarı. Keçək üçüncü mötərizəyə. Üçüncü mötərizə buradır. 0, 1, 1. Deməli, olacaq x1 üstü 0-ın inkarı, x2 üstü 1-in inkarı və x3 üstü 1-in inkarı. x3 üstü 1-in inkarı. Mötərizəni buradan yazıram. Deməli, 3-ünü yazdıq. Keçdik buna. x1 üstü 1-in inkarı, x2 üstü 0-ın inkarı, x3 üstü 0-ın inkarı. Keçək buna 1, 0, 1. Deməli, x1 üstü 1-in inkarı, x2 üstü 0-ın inkarı, x3 üstü 1-in inkarı. Baxaq buna. x1 üstü 1-in inkarı, x2 üstü 1-in inkarı və x3 üstü 0-ın inkarı. Son olaraq da hamısının qüvvətinin 1-in inkarı, yəni x1-in inkarı, x2-nin üstü 1-in inkarı, x3 üstü 1-in inkarı. Aha, gəlin birinci biz bunu sadələşdirək. Yazaq x1 üstündə 0-ın inkarı 1-dir. x2 üstündə 1, x3 üstündə 1. x1 üstündə 1, x2 üstündə 0, x3 üstündə 1. Sıfırlar 1-ə, 1-lər isə 0 olur. x2 üstü 0, x3 üstü 0. Sonra x1 üstü 0, x2 üstü 1, x3 üstü 1. Sonra x1 üstü 0, x2 üstü 1, x3 üstü 0. Aha, yəni biz indi buradayıq da. Bu, niyə mən bura inkar yazdım ki? Bu 1-in inkarı zaten 0-dır da. Bu yəni 0-dır. Baxın biz burada qaldıq. Boş hissədə. Yəni 0, 1, 0. Sonra o birisini də buradan yazım. Bunu. x1 üstündə 0, x2 üstündə 0, x3 üstündə 1. O birisi də x1 üstündə 0, x2 üstündə 0 və x3 üstündə 0 olacaq. Sıfırlar, inkarlar 1 olanlarsa özünə bərabərdir. Deməli, bunun MKNF-i bu şəkildə olacaq. x1 üstü 1 elə x1-dir, x2-dir, x3-dür. x1 üstü 1 elə x1-dir, amma x2 üstü 0 inkara bərabərdir. x3, bu x1, x2-nin inkarı, x3-ün inkarı. Sonra keçək buna. Bunu biraz ekərdim. x1-in inkarı, x2, x3. Mötərizəni indi biraz davam edək. Bunu yazaq. Ya da gəlin burada aşağıdan yazaq onun davamını. x1-in inkarı, x2 və x3-ün inkarı. Son olaraq bunları da yazaq. x1-in inkarı, x2-nin inkarı, x3 və hamısının inkarları x1, x2 və x3-ün inkarı. Və bu da bizim olacaq MKNF-imiz, yəni mükəmməl konjüktiv norma və formamız olacaq. Və bugün dərslərlə bərabər mükəmməl konjüktiv norma və forma haqqında diskret riyaziyyatdan 3 suala baxdıq. Yəni bu 3 sualda da hər birində onun bütün nümunələrini göstərdik.
Və beləliklə də biz dərsimizi yekunlaşdırdıq.